Salam. Elə ki, adına belə qərar vermədiyim podkastıma xoş gəlmisiniz. Mənim adım Zabitədir və çox uzun zamandır bir podkast paylaşmağı ən azından qeydə almağı düşünürdüm və axır ki, cəsarətimi toplayıb başlaya bildim. Bugün danışmaq istədiyim bir mövzu var. Hansı ki, mən öz təcrübəmdə gördüyüm və Azərbaycan dilində bununla bağlı kontekst olsun, biri ilə dərdləşmək kimi olsun və danışanda hiss etmək ki, doğrudan da bu hissləri yaşayan tək deyilik. Belə bir kontent tapmadığım üçün düşündüm ki, bəlkə də mən eləməliyəm bunu. Və bu mövzu ondan ibarətdir ki, iş yerində necə deyirlər, Gen Z olaraq bəzi problemlər, hansı ki, mən Azərbaycanda yaşayıram və Azərbaycanda da bu Gen Z millennial keçidi hələ ki tam olmadığı üçün, yəni biz 90-ların sonunda doğulan uşaqlar, 2000-lərin əvvəli çox köhnə bir sistemdə var olmağa, uğurlu olmağa çalışırıq və mənim üçün çətin olan prinsiplərdən biri də bu. İlk öncə yəqin ki, hər birinizdə sual doğurur ki, ümumiyyətlə mən kiməm? 25 yaşım var, Azərbaycanda, Bakıda yaşayıram. Universitetdən biznes üzrə məzun olmuşam və ingilis dilində. Ola bilər ona görə də Azərbaycan dilim biraz çox ədəbi səslənə bilər. Ümid edirəm ki, bu podkast sayəsində də öz Azərbaycan dilimi daha təbii formaya gətirəcəm. Və öz hekayəm belə başladı ki, mən universitetdə oxuyarkən bizdə belə bir təqdimat olmuşdu ki, hər bir şirkət öz peşələrini, öz şirkətlərini təqdim ediblər, nə işlə məşğuldurlar, günlük rutinləri nəyə oxşuyur. Və bizim universitetdə bir gün biznes məsləhətçiləri gəlmişdi, adlarını verməyəcəm. Onlardan, deməli, mən onlara təqdimatdan qulaq asanda sonda qərar verdim ki, mən doğrudan da biznes məsləhətçisi olacağam. Bu artıq universitetin ikinci, üçüncü kursuydu. Və mən ondan sonra fikrimi dəyişmədim və əmin oldum ki, bu peşə mənim üçündür. Nə qədər, yəni, burada iş saatları çox olsa da, çox tələbkar bir sahə olsa da, çünki biznes məsləhətçiliyində belə bir şey var ki, bir sahəni yox, bir neçə sahəni çox yaxşı şəkildə bilməlisiniz, çox özgüvənli olmalısınız, bilmədiyiniz bir şeyi belə çox tez öyrənib tətbiq edə bilməlisiniz. Və mən qərar verdim ki, biznes məsləhətçisi olacağam və orada ən yüksək səviyyə nədirsə, ora qədər qalxacağam, çox güclü bir, hətta ölkə səviyyəsində şirkətlərdən birinin partnyoru olacağam. Lakin mən 3 ildir artıq bu sahədə çalışıram və son 1 il yarım əvvəl bu belə bir çox çətin faktla qarşı-qarşıya qaldım ki, əslində mənim istədiyim o deyilmiş. Və belə bir mədəniyyətdə yaşayırıq ki, feminizm, qadınların güclü olması, qadınlar hər şeyi bacarar, ailə də idarə eləyər, iş də idarə eləyər, çox da çalışar, karyera da qurar, vəzifəsi də olar. Amma ki, mən də buna inanan biri olaraq artıq bir nöqtədə başa düşdüm ki, yox, bu mənim üçün deyil. Çünki çox uzun iş saatları, çox çətin bir iş rejimində çalışmaq və belə bir məsələ var ki, mən universiteti təzə bitirmiş bir insan olaraq 21 yaşında olduğum halda 50-60 yaşında CEO-larla, şirkət rəhbərləri ilə artıq görüşlərdə iştirak edəndə bu mənim üçün çox belə bir təzyiq doğururdu. Çox böyük bir təcrübədir, çox güclü idi mənim üçün. Lakin mən başa düşdüm ki, doğrudan da bəzən korporativ mühit və yaxud bir 9-6 iş rejimini istəməmək çətindir. Çünki bizə yeridilən budur ki, çox vaxt 9-6 işdən sabit bir işin olsun. Təbii ki, bu mükəmməldir, sənə bir maddi azadlıq verir. Lakin bu mühitdə qəbul eləmək və ətrafımdakılara da bunu izah eləmək çox çətin idi mənim üçün. Çünki adi öz iş yoldaşlarım izah eləyəndə ki, yox, mən 9-6 işləmək istəmirəm. Mən günümün 8 saatını yataraq, 8 saatını çoxunu da işləyərək keçirəndə mənim bir şəxsi həyatım qalmır. Və bunu ətrafımdakılara deyəndə və görəndə ki, onlar məni başa düşmür, onda bu qərara gəlmişdim ki, bəlkə də mən kimlər üçünsə ilham olmalıyam. İlham bəlkə də biraz böyük sözdür, amma ki, yenə də kiminsə
buna qulaq asıb və düşünmək ki, yox, mən tək deyiləm və mənim belə düşünməyim o demək deyil ki, mən səhv düşüncədəyəm və yaxud belə bir reallıq mövcud deyil. Desək ki, amma necə oldu ki, mən illərdir arzuladığım bir şey əldə elədim, çox işində də uğurluydum, karyerama baxanda qıraqdan görünən o idi ki, sadəcə bir qadın olaraq Azərbaycanda doğrudan da heç bir limitlənmədən mənim çalışdığım iş yerində də doğrudan da həm idarə etmədə, həm mənim birbaşa çalışdığım rəhbərlər hamısı qadın idi və doğrudan da bu qadınların inkişafını dəstəkləyən bir yer idi və iş mühiti olaraq da pozitiv bir yerdə əslində. Amma ki, mən o zaman mənim üçün bir şeylərin düz getmədiyini anladım. Nə vaxt ki, artıq bədənim və emosiyalarım mənə başqa cür siqnallar verirdi. Artıq hamının bildiyi, eşitdiyi bu anxiety, anksiyete, narahatçılıq yaşadığımda, necə ki, bir email gələndə əllərimin əsdiyi, həyəcanlandığım, sadəcə bilmirəm heç o emaildə nə yazılıb və yaxud bir tapşırığı yerinə yetirmək istəməyəndə, gecikdirəndə yaşadığım stres, ağlamaq istəyi, ofisə gələndə artıq üzərimə çökən o ağırlıq məni vadar eləyirdi ki, artıq bədənim məni çalışmaqdan dayandırırdı, mənə heç cür icazə vermirdi və nəticəsində mən çox çalışdım bunun üstündə. Psixologlarla da görüşdüm, koçlarla da görüşdüm, artıq sessiyalar almağa başladım. Sadəcə görürdüm ki, əsas problemin kökünə getməmişəm. Necəsə, yəni psixoloqla 1 saat sessiyadan sonra səhərsi gün işə gedəndə yenə də görürdüm ki, eyni stresi yaşayırdım və mənim üçün çox çətin olsa da maddi cəhətdən xüsusilə qərara gəldim ki, ödənişsiz məzuniyyət götürüm və sadəcə bir gün menecerimə gedib dedim ki, mən artıq işləyə bilmirəm və çox şanslıyam ki, məni çox dəstəkləyən 2 menecerim var idi, ikisi də qadın və məni özümü görmək üçün, özümə vaxt ayırmağım üçün çox mənə şərait yaratdılar. Buradan onlara çox təşəkkür edirəm. Və mən çox uzun bir müddət işləmədim, 2-3 ay hardasa. Və bu müddətdə hər şeyi sorğuladığım, doğrudan da çox yaxşı səslənir əslində ki, insan həyatını sorğulayır. Bu filosofiya, buna əlavə ki, yox, mən düzgün yolda deyiləm. Amma ki, 3-4 il eyni sahədə çalışan bir insan olaraq artıq indi düşünmək ki, okey, mən bu işi görmək istəmirəm. Mən bu iş rejimində çalışmaq istəmirəm. Amma mənim reallığımda başqa bir variant da yoxdur. Mən başqa bir iş təsəvvür belə eləyə bilmirdim ki, mənim ilk iş yerim rəsmi və böyük şirkət olaraq oraydı və gördüyüm iş rejimi də oydu və karyera seçimi olaraq, peşə olaraq sadəcə onu görmüşdüm deyə. Məncə çətin idi ki, başqa bir reallığı təsəvvür etmək. Çox uzun müddət iş görüşmələrində də oldum. Axtardım da ki, nə ola bilərəm. Çox çətin də oldu. Bu dövrdə ən çox çalışdığım özümün üzərində çalışmaq oldu ki, əgər siz də mənim kimi çox məsuliyyətli, işini yaxşı görməyə çalışan, people pleaser, daha doğrusu Azərbaycanca bilmirəm necə gedir tam, amma ki, başqalarını məmnun etməyə çalışan və əgər şəxsiyyət olaraq bu prinsiplərdə yaşayırsınızsa, iş yerində də eyni şeyləri təkrarlayırsınız və özünüzü yox, o 8 saat ofisdə olduğunuz müddətdə özünüzü yox, başqalarının məmnuniyyəti üçün çalışırsınız. Bu meneceriniz ola bilər, iş yoldaşınız ola bilər, hər hansı biri. Sadəcə hər zaman özünüzü sona qoyursunuzsa, artıq bu bir yerdə bədən bunu qəbul eləmir və sizə bu davranışlarınızı dayandırmaq üçün ciddi siqnallar verməyə başlayır. Mənim bədənimin mənə verdiyi siqnallardan biri də o idi ki, mənə davamlı yemək yeməyi tapşırırdı. Bunun fərqinə çox sonradan vardım ki, biz Azərbaycanda böyüyən insanlarda belə bir şey var ki, yemək bərabərdir təhlükəsizlik, yemək bərabərdir ki, hər şey qaydasındadır. Bu normalda da insan beyni üçün, psixologiyası üçün belədir ki, əgər bir insan və ya heyvan yemək yeyə bilirsə, bu o deməkdir ki, artıq təhlükədə deyil. Və buna görə də mənim beynimin mənə istədiyi siqnalların hər an yemək,
yeməkdən sonra nəsə bir şirniyyat, şirniyyatdan sonra nəsə duzlu bir şey və daha sonra yenə yemək. Belə bir dayanmadan nəsə bir atıştırmalıq ehtiyacı və son ildə aldığım çəkilər və bunun fərqinə varmırdım doğrudan da. Nə vaxt fərqinə vardım? Bir gün mənə əynimə normalda çox boş olan bir paltarın bağlanmadığını gördükdə və hər gün insan özünə hər zaman bəhanələr tapır ki, dünən bir şeylər yemişəm, bugün ona görə şalvar bağlanmadı. Amma ki, uzun müddət sonra heç bir paltarımın mənə dəymədiyini gördükdə artıq başa düşdüm ki, nəsə eləməliyəm bununla bağlı. Və bu mənim üçün çətindir və hər bir qadın üçün çətindir ki, güzgüyə baxdıqda özünü bəyənməməyi, özgüvənini düşürür. Ətrafda bir şəkil çəkdirəndə, o şəkildə özünə baxanda özünü bəyənməməyi, güzgüdə özünü bəyənməməyi, telefonda öz şəklini belə çəkməməyi artıq mənə başqa cür siqnallar verməyə başladı ki, doğrudan da nələrsə dəyişməliyəm. Bunu da qeyd etmək istəyirəm ki, əslində mən özüm haqqında düşünəndə neçə illərdir psixologiya ilə maraqlanıram, kitablar oxuyuram bununla bağlı, çox dərin araşdırmaları artıq bir neçə dillərdə oxumuşam və doğrudan da həm üzərində çalışan biriyəm. Lakin bunlara rəğmən mən görəndə ki, bəzi şeylər əslində beynim mənə icazə verməyib və yaxud mən onu görmək istəməmişəm, gizlətmişəm özümdən. Mənim üçün bir təəccüblü də oldu ki, nə qədər də başqalarını öyrənsək, mənə həmişə maraqlıdır ki, başqalarının davranışlarındakı səbəblər nədir? Gördüm ki, bunun səbəbi əslində özümü tanımamaqdır. Özümə nə yaxşı olduğunu, nəyin eləməli, nəyi eləməməli olduğumu tam da başa düşmürəm. Bugün də əslində çox başa düşdüyümü deyə bilmərəm. Nə istəyirsən desəz, indi nə olmaq istəyirsən karyeranda, doğrudan da bir tam fikrim yoxdur. Sadəcə bu heç bilmərəmdən daha limitləyə bilmişəm. Nələri istəyirəm gündəlik həyatımda. Məsələn, son vaxtlar tətbiq elədiyim rutinlərdən biri odur ki, 9-da işə başlayıramsa, saat 8-in yarısı 8-ə işləmiş. Bu saatlarda artıq mən ofisin ətrafında oluram. Həm hər bu tıxacları məni stresə saldığı üçün artıq ondan canımı qurtarmağa çalışıram. Və saat 8-in yarısı 8-ə qalmış üçün mən artıq ofisin yanında kafemi almış, kitabım əlimdə və heç kimin mənə yazmadığı, çünki çox adam o vaxt yuxudan durmamış olur, mənim ətrafımdakılar ən azından. Və heç kimin mənə toxunmadığı, heç kimin mənə nəsə soruşmadığı və ətrafımda da bəzi kofe shoplarda da gedəndə çox insan olur, amma həmin saatlarda əmin olun ki, sadəcə barista, kassir və bir neçə nəfər müştəri ilə əyləşirsiniz. Və məsələn, saat qaça-qaçda olaraq, qaça-qaça ofisə getməkdənsə, daha sonra tıxacı düşünmək, taksilərin bahalaşmasını düşünmək, bütün bu problemlərlə işə gecikəcəm, gecikməyəcəm, danacam, danlamayacam. Bunlarla üzləşməkdənsə, özüm üçün bir rutin yaratdım ki, artıq mənə narahatçılıq verən şeyləri aradan qaldırdım. Gördüm ki, doğrudan da mən artıq saat 9-dan əvvəl 1 saat yarım özümə vaxt ayırmış olanda, mənim bədənim də, beynim də hiss edir ki, mən prioritet olaraq günümü başlayanda ilk özümə vaxt sərf edirəm, işimə yox. Və bunu da həm ətrafımdakılara çox tövsiyə elədim bu müddətdə və istərdim ki, bunu da ilk podkastımın həm giriş mövzusu, həm də ki, mən tərəfdən bir, necə deyərlər, tips olaraq paylaşım. Ümid edirəm ki, ilk bölüm olaraq səhvlərim də olub yəqin ki, üzrlü saymağınızı xahiş edirəm. Ümid edirəm sizin üçün dinləmək maraqlı oldu. Özünüzdən bir parça görə bildiniz və ən əsası da mənim çatdırmaq istədiyim o idi ki, nə ilə qarşılaşırsınızsa, bunda tək deyilsiniz. Əminəm ki, dünyanın bir yerlərində, bəlkə şəhərinizdə, bəlkə ölkənizdə, olmasa da dünyanın bir yerində sizin problemlərinizə oxşar problemləri yaşayan bir insan vardır və həmin anları düşünməli ki, siz tək deyilsiniz, sizlə bağlı heç nə yanlış deyil. Mən düşünəndə ki,
bəlkə hamı ağıllıdır, mən nə isə səhv eləyirəm. Bu çox çətin bir düşüncədir əslində insan üçün, çünki insanın ən dərin qorxularından biri dışlanmaq, tək qalmaqdır. Mən də bunun üçün bu podkastda başlayıram. Ümid edirəm ki, mənim təcrübələrimi paylaşmağım, sizin də bəlkə gələcəkdə təcrübələrinizi paylaşmağınız bir-birimizə yoldaş olmağa kömək edər. Görüşənə